Marcus Aurelius'un yazmış olduğu Meditation, Kəndimə Düşüncələr və ya Sadəcə Düşüncələr adlı kitabından danışacağıq. Bu kitab bizim üçün yazılmayıb. Yazarın şəxsi gündəliyidir, özü ilə danışır, özünü sorğulayır. Bəs özünü sorğulayan Marcus Aurelius kimdir? O, zəngin ailədə doğulub böyüyüb, uşaq yaşlarından dövrünün ən məşhur müəllimlərindən dərslər alıb, güclü sərkərdə, hörmət izzət sahibi və nəhayət o bir imperatordur. Mənim üçün bu kitabın birinci mahiyyəti, düşündürücü tərəfi odur ki, bütün sahib olduqlarına baxmayaraq bir imperator özünü sorğulama məsuliyyəti duyub. Kaş ki, bütün güc sahiblərinin belə alışqanlığı olaydı. Kitabı oxuyarkən nəzərə alaq ki, Marcus Aurelius 121-180-ci illərdə yaşamış biridir. Təbii ki, günümüz düşüncələri ilə fərqli olacaq. Kitabda yazılan hər fikri anlamaq olmur, bəziləri çətindir, bəzilərində isə söhbətin nədən getdiyini özü bilir. Və inancını sorğulamadan sözlərinin mahiyyətinə, dərinliyinə baxsaq, daha çox şey öyrənmiş olarıq. Necə deyərlər, hər kəsin inancı özünə. Keçək kitabımıza. Mən türk dilinə tərcümədən oxumuşam, bəzən türk sözləri işlədərəmsə üzrlü sayım. 159 səhifəlik kitabdır, 12 kiçik hissədən ibarətdir. Hansı ki, bu hissələr kitab 1, 2, 3 kimi adlandırılır. Hər bir hissədə, yəni hər bir kitabda az və ya çox cümlələrdən ibarət düşüncələr yazılıb və bunlar da öz növbəsində nömrələnmişdir. Kitab 1 əsasən kimlərdən nə öyrəndiyi haqqındadır. Belə yazır. Böyük babam Verus'tan öyrəndim. Gözəl əxlaqın və öfkəmə hakim olmağın önəminə. Atamın sayğın anısından öyrəndim. Alçaq gönüllülüyü və igidliyi. Anamdan öyrəndim Tanrıya hörmət etməyi və yardımsevərliyi. Yalnız pis davranışlardan deyil, pis düşüncələrdən də qorunmağı. Yəni, yalnız pis hərəkət etməmək deyil, eyni zamanda pis düşünməməliyik. Davam edir. Zənginlərin vərdişlərindən uzaq, çox sadə bir həyat sürməyi. Bunları anasından öyrənib. Gənclər, xüsusilə sizin üçün səsləndirirəm. Kitab 1-in 7-ci düşüncəsini. Mən bir cümlə oxuyacağım burada. Rastikus sayəsində anladım xarakterimi geliştirməyə və disiplinə ehtiyacım olduğunu. Biz gelişdirmək, inkişaf etmək deyəndə ən çox belə düşünürük. Kompüter proqramları bilirəm nə qədər, dil bacarıqlarım var, master etmişəm, PhD etmişəm və s. Amma ən birinci isə xarakterimizi gəlişdirməliyik. Hədəfimiz xarakterli biri olmaqdır, şəxsiyyət olmaqdır, ətrafımıza yararlı olmaqdır. Xaraktersiz alim bəşəriyyətə lazım deyil, əksinə böyük təhlükədir. Birinci kitabın 13-də yazır. Bunu xüsusilə vurğulayıram. Katlus'tan öyrəndim bir dost gileylənməyə başladığında, bunun üçün haqlı bir nədəni olmadığında belə biganə qalmayıb onun könlünü almağı, müəllimlər haqqında gözəl danışmağı, uşaqları ürəkdən sevməyi. Dostlar, dostluq önəmlidir. Baxırsan ki, adam gəlmiş 40 yaşına, dostu yoxdur. Dostsuz insandan çox qorxaram. Dostlar tapın və bir-birinizlə vəfalı olun. Biri-birinizə doğru yol göstərin. Dostluq dərin mövzudur. Ən çox, ən önəm verdiyim mövzudur. Bu haqda başqa videolarda danışarıq. Kitabın birinin 17-ci hissəsində, yəni 17-ci düşüncədə daha doğrusu yazır. Hər şey üçün Allaha təşəkkür edirəm. Yəni bu insan var olduğu, sahib olduğu hər bir şey üçün Allaha təşəkkür edir. İlk dəfə mən bu kitabı oxuyanda birinci hissə məni çox düşündürmüşdü. Mən də bir dəftər tutdum, kimlərdən nələr öyrəndiyimi qeyd etməyə başladım. Dəftərin əvvəlinə belə yazdım. Mən bunu Marcus Aurelius'tan öyrəndim. O dəftər mənə çox şey qatdı. Hələ də yazmağa davam edirəm. Çünki insan hər gün kimdənsə nə isə öyrənir. Qismət olsa bir gün o dəftərin haqqında danışarıq. Məncə hər birimizin belə dəftəri olmalıdır. Üçüncü hissənin 4-cü düşüncəsində yazır. İnsan özünü biri anidən bu an ağlından nə keçir deyə sual verərsə, rahatlıqla o və ya bu deyə cavab verə biləcəyi şeyləri düşünməyə alışdırmalıdır. Qısacası deyir ki, etiraf etməkdən, utanacağımız düşüncələrdən uzaq olmalıyıq. Davam edir. Sosial bir varlığa yaraşır şəkildə içindəki hər şeyin sadə və xoş niyyətli olduğu sözlərindən anlaşılsın. Bir imperatorun özünə tövsiyəsinə baxın dostlar. 3-ün 13-ü çox önəmlidir. Sonunda çox önəmli bir mesaj verir, diqqətlə qulaq asaq. Necə ki həkimlər alətlərini hazır vəziyyətdə saxlayırlar, sən də ilahi və insani şeyləri anlamaq,
Ən önəmsiz mövzularda belə bu ikisi arasındakı bağı ağlında tutaraq davranmaq üçün hazır ol. Çünki ilahi olanı hesaba qatmadan insanlıq üçün yaxşı bir şey etmək mümkün olmadığı kimi, insanlığı unudaraq da ilahi olana ulaşamazsın. Deməli, mən belə anladım. Allah ilə bizim aramızda bir bağ var və ən kiçik məsələlərdə belə Allah ilə insan arasındakı bu bağı nəzərdə tutub davranmalıyıq. Yəni, insanı Allaha xatir sevəcəm, Allaha xatir yaxşılıq edəcəm və Allaha da insana olan sevgimlə, insanlara olan gözəl davranışımla yaxınlaşa bilərəm. Təkrar etmək istəyirəm bu sonuncu cümləni. Çünki ilahi olanı hesaba qatmadan insanlıq üçün yaxşı bir şey etmək mümkün olmadığı kimi, insanlığı unudaraq da ilahi olana ulaşamazsın. Yəni, bu işlər bir namaz, bir oruc ilə olmur. Nədə? Mən yaxşılıq edirəm, amma Allahı tanımıramla da olmur. Bir bağ var və biz bu bağı düşünərək davransaq, heç zaman xəta etmərik. Nə bir-birimizə qarşı, nə də Allaha qarşı. 5-in birində yazır. Sabah istəməyə qalxırsansa, bunu ağlından çıxarma. İnsan olaraq görəvimi yerinə yetirmək üçün qalxıram. Varoluşumun dünyaya gəlişimin səbəbi olan şeyləri edəcəyəmsə, niyə halımdan məmnun deyiləm? Yataq örtülərinin arasında qıvrılıb özümü isti tutmaq üçünmü yaradıldım? Mən qısa oxudum bunu, siz davam edərsiniz. Altının altısında yazır. İntiqam almanın ən yaxşı yolu sənə haqsızlıq edənə bənzəməməkdir. Mükəmməl bir cümlədir. 7-nin 8-də yazır. Gələcəkdə ola biləcəklər səni narahat etməsin. Çünki lazım gələrsə, bu an üçün istifadə etdiyin eyni ağlın da gələcəkdə səninlə birlikdə olacaq. 8-in 27-sində yazır. 3 növ münasibətdən söz gedə bilər. Birinci, səni saran bədən ilə olan münasibət. İkincisi, hər şeyin ondan meydana gəldiyi ilahi səbəb ilə olan münasibət. Üçüncü, səninlə birlikdə yaşayanlar ilə olan münasibət. 8-in 33-də yazır. Zənginliyi və rifahı kibirlənmədən qəbul et və dirənc göstərmədən buraxmağa hazır ol. Dostlar, sizi çox yormayın. Sonunda onu demək istəyirəm ki, mən yaxşı istiqamətdə dəyişilməyin heç vaxt gec olmadığına inanıram. Əgər bugün, bu an, bu sözləri eşitdiksə, bu təsadüf deyil. Biz bugün o dəftəri yazmağa başlamalıyıq. Ya kağıza yazırıq, ya da düşüncələrimizə. Vicdanımızı danışdırmalıyıq. Nə qədər ki gec deyil, yoxsa ömürlük susar. Bu kitab, buradakı mənalar bir videonun, bir günün işi deyil. Bu kitab bir ömür işidir. Ən önəmli aldığım mesaj o oldu ki, kim olursansa ol, özünü sorğulamalısan və sosial bir varlığa yaraşdığı kimi yaşamalısan. Növbəti videoda görüşənədək özünüzə yaxşı baxın, Allah amanında qalın.